Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bugün sizlere 7 aile gəzinti vlog çəkirəm. Geçen sefer müzeyde olduğumuz vaxtda 7 ailəni çəkmişdim. O vlogum çok kısaydı. Ancaq bu sefer yani istəyirəm ki biraz uzun video olsun. İndi gəlmişik biz bura. Ondan əvvəlin çəkmədim. Yolda zat çəkmişəm. Onları aralar kısa kesitlər kimi qoyaram. İndi vlogumuz başlasın. Kim yaşıyor? Uy. İndi gəlin. Başlayalım dostlar. Dağlar diyarını tur eləyək. Başlayaq. Hə. Başlayaq. Park var. Evet, dağların gözəlliyinə bir dənə baxın. Gəlin bu tərəfə. Burası çok güzeldi. Bakın. Falan yerler var. Adam dağlar, dərələr, dəvələr. Uşaqlar bəyəklər nasıl? Onu ısınmışlar. Ne yapmışlar bu? Ne yapmışlar? Burada mən bilən axşam bu su belə. Bıcı. Güzeldi. Gəzməyə getmirdik bir yerdə. İstədik ki, maraqlı gəzmək olsun. O tərəflərə bax. Çok güzel. Bu kadar idi. Oha, burada ne qəşəng düşdü. Dostlar, indi yerlənir yerlədə. Uşaqlar voleybolda da oynayırlar. Birazdan yemək gətirəcəklər. İndi yeməkzat seçirlər. Birazdan davam edəcəm. Dostlar, indi burada aşağıda şəlalə var. Bir yerdə şəlaləyə gedək. Belə bir at dəyişət qorxun. Gedək. Aşağı dəhşət qorxuludur. Uşaqlar aşağıdadırlar, gedək o tərəfə. Dəhşət qorxuludur. Baxın, çok gözəldir. Ancaq bayaq dedilər ilan var idi, suda qaçdılar yuxarı. Ancaq mən oradan çıxmış və atdan. Suya indi batacam, ya suda qalacam, ya da çıxacam. Anam görməsin. Anamla müəllimə görməsin. Uşaqlar o tərəfdədirlər. O yıxılma, su yaxşır, suya düşsüyü var. Düşəcək deyəsən, Natiqə. Bax. Mən elə... Burada keçəndə əlimizi zadımızı tutat da keçinə bu sürüşür. Kanaldakı izləyicilər. Mən sinifin kraliçəsiyəm. Bununuz. Natiqə sən yıxılarsan. Nasıl? Neden yıxılarsan? Ünlü düşüşü.